Dəyərli izləyicilərimiz, obyektli bir evimizin təqdimatını edəcəm sizlər üçün. Obyektin girişi buradadır, evimizin də altı qarajlıdır. Buradan da avtomobil saxlamaq üçün yer var. Gördüyünüz kimi belə bir evimizin çöl fasad görüntüsü. Daxil olaq evimizin obyektin və qaraj hissəsini sizlər üçün göstərim. Belə bir xudmani, həyətyanı sahəsi var. İkinci mərtəbəni sizlər üçün göstərəcəm. Tam obyektə yararlı, geniş, gördüyünüz kimi bir ərazisi var. Səliqəlidir həqiqətən də. Üstü də tam olaraq lambirlə örtülüb. Qapı hissəsi falan hamısı quraşdırılıb və sizlər üçün göstərim. Qarajı rahatlıqla bir avtomobilin sığa biləcəyi bir qaraj hissəsi. Qalxaq evimizin ikinci mərtəbəsinə. Dəyərli izləyicilərimiz, evimizin ikinci mərtəbəsindəyik. Girişdə solda yerləşir. Qonaq otağımız səliqəli, göz oxşayır həqiqətən də və sağda mətbəx hissəmiz, belə bir səliqəli mətbəximiz. Ayrı-ayrılıqda da 2 yataq otağı, bütün pəncərələrin də qarşısı açıqdır. Burada da sonuncu yataq otağı divar kağız seçimlərimizdə çox gözəldir və maraqlıdır. Son olaraq da sanuzel hissə. Əlavə olaraq evlə bağlı kimin nə sualı olsa səhifəmdən əlaqə nömrəsi əlaqə saxlaya bilərsiniz. Bizi izlədiyiniz üçün çox sağ olun.